Dalaşırdıq, boşanırdıq. Sonra sekretin bədən üçün üzərinizə vuracaq. Hey Siri. Alo. Kumar Qədimova ayrılıq qoş. Kumar Qədimova ayrılıq. Salam qızlar, necəsiniz? Bilirəm ki, hərsiniz. Bugün Sədərəyə gedəcəyik. Rəfiqəmizlə birlikdə. Yaxın günlərdə Bantikdə olan endirimlərdən belə kremlər aldım. Bitləşdirici, nəmləndirici olaraq və üst tonunu bərabərləşdirici olaraq. Yaşıldan 2 ədəd almışam, amma birini iş yoldaşıma satacağam. Çox qurudur. Mən düşünürəm ki, mənim üzümü nəmləndirə bilmir, çünki nəmləndirici deyillər bir baxıma. Bu sarı olanda üst dərisini bərabərləşdirən edir. Yəni belə qəribə bir ağlıq verir üzə. Ağlıq mı verir, nə verir? Və bunun qoxusu o birisilərə nisbətən yaxşıdır. O birisilərdə çox pis bir qoxu var. Yəni deməli bunlar nəyə görə endirmə düşüb? Yaxın zamanlarda şey olacaq. Vaxtlar qutaracaq 7-ci aya qədərdir. Xoşlamadım mən bunu. İstifadə elədiyim konsealer tartdı. Çox vurmamağa çalışacağam. Çox qapadıcıdır. Hədsiz. Bir də ki, mən klassik versiyasını almışam. Gəldən də tövsiyə verim. Əgər üzünüz quru dərilidirsə, mən artıq bu qələti edirəm. Əgər üzünüz qurudursa, tartın klassik növlərinə yox, kremi növlərinə baxın. Çünki tartın 3 növ konsealeri var. Eyni qablaşmadır əslində. Sadəcə bəlkə də qapaqlarında fərq var. Deməli adlar belədir. Biri klassikdir, hamının bildiyi, çox qapadıcı olan, amma çox oksidlənən, bir də çox quru olan. Yağlı dərilərə tövsiyə edirəm onu. Yəni digər yağlı və normal. Sonra kremi çox kremi və necə deyim, kremsi və şeydir. Nəmlidir. Almağa dəyər. Deyirlər radiantda çox nəmlidir, onu da almağa dəyər. Amma mən getmişəm klassik növünü almışam və klassik növü həqiqətən üz qurudursa çox pis eləyir də. Yəni bütün günü siz hiss edirsiniz ki, məsələn, ağız ətrafı, burun ətrafı, göz ətrafı çox pis quruyub. Siz də birinci fırçadan sonra smojdan istifadə edin. Onda məhsulu yüzdə görəcəksiniz. Transparan pudraya bu çəhrayı rəngdədir, işıqlarından. Dostlarımız gəlib. Kikonun bu bronzerından istifadə edəcəm. Dibini görmüşəm və qapağı da qırılıb. Çox keyfiyyətsizdir Grimi seriyası bu arada. Grimin heç bir yəni Kikonun Grimi seriyasının heç bir məhsulunu yenidən almaram. Dediyim kimi, niyə görə soruşsalar, əlbəttə ki, qablaşdırma. Yəni bunun haqqında mən düşünürəm ki, kifayət qədər yorum deyə bilərəm. Çox sevdiyim çəhrayı tondan, notdan Hot Rose istifadə edəcəyik, belə bir fırça. Mistays. Bu lip balmdır Dior'dan, amma mən gloss skin istifadə edəcəm. İlk əvvəllər bunu istifadə edəndə elə bilirdim ki, rəng vermir, amma bir neçə dəfə üstündən getmək lazım imiş ki, normal rəng verə bilsin. Highlighter, yəni mən bu highlighter'a bayılıram. Yəni qələt edir Dior yanında. Bəziləri bunu xoşlamır, amma mənim ən çox sevdiyim blogerlardan biri, yəni hər şey reklam eləməyən blogerlardan biri Çisəm Çakır, bilmirəm izləyirsiniz ya yox. Buna ən uyğun və ən gözəl highlighterlardan biridir. Mən də elə düşünürəm, çünki belə yaxşı fırçayla istifadə eləyəndə çox belə opak, çox qəşəng bir görüntü yaradır da, belə. Mən çox bəyənirəm qızlar, çox qəşəngdir həqiqətən. Bundan Katkinin C08 Morand rəngindən istifadə edəcəm. Məncə çox yaxşı paletkadır. Məndə bunun 3 rəngi var. Çox hamısını bəyənirəm. Yəni bu rəng tonlarını xoşlayırsınızsa, mən bu 2 rəngdən heç istifadə eləmərəm sözün açığı. Amma məncə çox qəşəngdir. Parıltısı, qalıcılığı əfsanədir. Bundan istifadə edəcəm. Göz altında tökülmə falan olmur. Düzdür. Çoxmu bəyənirəm, belə şeymi eləyirmi, yox. Sonra sekretin bədən üçün olan losyonunu üzərinizə vuracaq. Vermirsən, çox verirsən. Hə? 50 qəpik vermirsən. 3 manatlı, 5 manat belə yüzsünlər, bizdə çay içirik. Necə də sədərə üzürdük, tapsıq ver. Nə vaxt düzdürmüsən?
Qədir yuduzdurur, mən yox. Ben düş fikirləşsən ki, Qədir bir ayda çölə çıxır. Deməli, qızlar. Biz artıq çatmışıq ya, amma yəni burada bir dənə də olsun normal yer tapa bilmədik biz parkinq üçün. Yəni bəlkə də bir 20 dəqiqədən çox parkinq axtardıq, gəzdik. Ya bura neçədə cəmaət gəlirlər ki, bütün parkinqlər doludur. Yəni mənim sədərə 3-cü deyəsən gəlişimdir və həmişə də maşına parkinq tapa bilmirik. Çox fecidir ya. Şirniyyat tərəfə getməliydik. Yəni orada saxlamalıydıq. Biz getdik, saxladıq. İnşaat nə bilim, inşaat nə bilim zonası deyim də elə bir yerdə. Soyuqdur Ülya. Baya soyuqdur, qıçlarım üşüdü. Ülya gilə elə bil 5 filan alınacaq Sofişə. Mən də dedim ki, belə şeydir. Vlogluyum bugünü, yəni amma əsəbdən birtəhər oldum. Yəni siz təsəvvür edin ki, parkinq tapana qədər bir əsəbləşdim. Ay Allah. Sormayın, gitsin. Dalaşırdıq, boşanırdıq. Göstərim. Yəni vəziyyət budur. Hər yerdə. Kim dedi? Nə şirindir bu. Çox qəşəngdir. Çox qəşəngdilər. Ay çocuk doğmam geldi kız. Gedir, kendini hazırla. Bu da geçerli. Daha iyi tamam. Bu şirindir. Sağ meş. Bu buz değil, bak biz karıştırırız o sudayı. O rəngində baxar. Bozu da var, karı sınırsız da var, ağı da var. Bunlar neçə çıxır? Bu demək matrasla bir yerdə 240 manat. Bu böyür yoksa ancak bu kadar. Böyük vəziyyəti budur. Üstündə 5 yaşına qədər yatar ya. 4-5 yaş kimi istifadə olunur. Yəni, 60 uşaq- 20 ölçü. Bu da olur. Bu boyda olursa Maraqlı məhsullar var belə. Çox. Orqanayzerlər istəyirəm alım make-up məhsullarım üçün. Məncə tapa bilərəm buradan. Bəlkə girim içəri baxım. Görün nə qəşəng belə qablar var. Batmam olmaz istədim. Dört teker dövüldə fırlanan karısı var. Soldan yukarıda Volkan. Solda yukarıda. O ikincisi bir taşı. Bu 4 teker dövüldə fırlanan mobil bu. 280 manat. necə olur? Bu kalyaskalar oturanda şey. Ben o 5'indən neçədir dayı? 5 yumrular. Ha, yumrular. Reklama komplekti. Komplek kardeş 2 cür var. Bir de bu böyle koymuşum bak. Biri Azerbaycan'ın, biri Rusya'nın. Bu da bak bu Azerbaycan'ınki 200 manattır. Rusya'nınki her şey içinde değil. Ha. Tam dolu 240 manat, tam dolu 310 manat. Bu eyni şey değil, fərqi boyasındadır. Bir de orada Arap. Sonra yerlənəni plasmaslı taxtadır. Bir de bunun matrası ortopedik. Ben sana vereyim. Oldu da çok sağ ol. Çox sözü. Ha. Buradan da çıxırıq. Duman məhsulları. Qəşəng şeylər var. Çox gözəl bence bunlar. Maraqlı görsən neçə. Baxın, burada çox daha fərqli modellər var. Məsələn, bunlardan yox idi o birisi dükanda. Biz birinci belə qiymətləri maraqlanırıq. Sonra gedib götürəcəyik. Məsələn, çox daha böyükdür. Çox qəşəngdir. Məsələn, maşında göstərim.
Maşın da uşaq məsələn olanda hoşun üçün olanlar da var belə. Çox qəşəngdir. Qızlar mama olmaq istərdim. Bilirsiniz bazarlığı sevirəm. Onun üçün də bazarlıq eləmək çox bomba olardı da yəni. Aslında kolesterolün şey böyle yerdə olur yani. Aha. Şey, öyle Nasıl? Çantası falan da olurmuş bunların. Gözləyirəm də burada. Rəfaqdarı. Çaya iyi gələr. Şkafımın nəsidir? Ayrı 200 manata falan satır. Bunu qardaş indi o qədər mal alırsan. Gözlə 190-a verirəm. 190. Eləməz. Təkəri var bunun. Təkərli. Deməli bu idi, o idi, oradakı kalyaska, Vandan da göstərdim. vanna. Hamısı nə qədər? 600. Şeydə bu hər şeylə bilir də. ancak boz rengi var bunun. Nəyi? Ancak boz rengi. Başqa nə istəyirsən? Bakı karıştırmışım olanı olsaydı. Deməli başqa bir yerə girdik. Burada böyükdür maşallah, genişdir. Hər şey var deyəsən. Daha uşaq şeylər də var. Yəni məsələn bir yerdə yeməkləmək üçün olanlar, maşınlar. Bayağı var. Stollar. Ay Ülviyə bu nə şimdi? Bundan bəlkə bir dənə alın, dıqqışa. Köşə. Sofşa. Hə. Sofşun oturmağına. Çok cute. Çok cute'du böyle yayda. Qəşəngdir. Şeydir, Rus istehsalıdır, Azərbaycan. Hələ bu da qəşəngdir ha. Azərbaycan. Azərbaycandır bahadır. Bunlar neçədir? Bir də bunun yanında böyle tumbuçkalar olur. Onlar neçə? O neçədir? O dediğiniz hansılardır? Bunlar. Ha, tumbuçka öz üstündedir. Aa, Ya onlar istemiyorum ben bunları. Bunlar efektif değil. deməli məhsulları aldıq. Aha. Amma məhsullar belə deyim də böyükdür. Bizdə də baqaj bildiyiniz kimi mənim maşınım böyük deyil. Baqaj dedim olar ki, yoxdur. Ona görə gedirik xas denyalarını açacağıq. Hər şeyi oraya yerləşdirəcəyik. Qədirlə Məhəmməd Əli də evə taksi ilə. Amma biz Ülviyyə özümüz birinci gedəcəyik. Yox, kimsə dava edir. Güzlü tapdım. Ne kadar güzel. Bunun dəstini aldıracağım Qədirə, amma indi yox. İnşallah növbəti. Kocam bəlkə mənə fevrala 2 dənə hədiyyə alasan. Hə? Bir dənə də güzgü dəstini falan ala, hə? Kamat, hə? 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 Götür. Hun. Çox şey istəmirəm əslində. Make-up masası. Bir make-up masası kalmadı hər şey içində. Bir qəşənglə, zırıltısından. Zırıltılı olanından. Axır ki Sədrəydən çıxa bildik. Çıxmağa çalışırıq dedim. 5'lər. 4 nəfər idi, 2 nəfər 50 qəpiymiş ödəniş. 50 qəpik? Yaz. Deməli indi evə gedirik. Qədirgil qaldı orada. Yola əlavə taksi ilə gəlməli də biz bütün yükləri burada daşıyırıq. Şükür Allah hər şey ala bildik, hər şey tapa bildik. Deməli qızlar gəlmişik İlviyyəgilə. Biz evi dedim ki birinci gəldik. Bu Sofişin otağıdır. Gəlin buradan. Bu evi sizə bir dəfə göstərmişdim. Hətta hələ onda köçməmişdilər. Gəlin indi şeyi göstərim. Burada tualet, mətbəx. Mətbəx çox göstərməyim. Hamamdır.
Bu otağı göstərmişdim sizə. Bu böyük bir otaq idi, amma bunu böldülər. Bunu Sofişin otağı elədilər. Bir dənə baxın, ala bu nə şirindir. Bu nə şirindir bu. Hə, Sofişin bugün bir çox şey də gələcək. Bir dənə komod deyirlər yoxsa şkaf deyirlər nədir o gəlməyəcək. Bir də bunun qadili buna baxın. Burada var Sofişin termometri də vardı burada. Yəni şey temperaturu göstərən falan şey. Baxın bir dənə hamısı da belə orqanizə şəkildə qoyulub. Valla rənglərinə baxın, şaxşalamat gəlsin. Papaqları. Uf. Necə şirindir. Hamısı belə dəst halında qoyub. Burada desən dəstlərdir, bu badilərdir. Bu şalvarlardır. Bu belə boynundan asılan odur. Bu corablar, bu papaqlar. Bu da mayka tərzi bodiler. Bu da donu, bu dona baxın hələ görün, buna baxın. Allah bu nə şirindi, buna baxın. Orada da boy. Burada da təlişləri vardı. Belə şirin mirin hələ burada. Bunlar da alıb. Biz pərdə almadıq, baxmadıq pərdəyə. Yaddan çıxdı. Bir xəşələlik var. Amma indi onsuz elə var da vaxtımızda. Pərdə, bir də lister almalıyıq. Onlara heç yadımıza düşmədi, heç baxmaq. Əlim də yadımıza düşmədi. Sən istəyirsən? Bu da salonlardır. Çox qəşəng, heç də belə pis zət deyil. Mənim izləyicilərim evimdə nələr görüb. Yadınızdadsa bu evdə çox iyrənc bir mebel var idi. Amma indi öz mebelləri görün necə gözəl göstərir. Yəni burada da Məhəmməd Əlinin şey var. Oyun masası deyil, iş masası deyil vallaha. Bu da çox sevdiyi kitabları Məhəmməd Əli və Ülviyənin. Belə, bu arada qızlar biz də bundan aldıq. Şeydən bir marketdən, Yumikadan aldıq. 110 neçəsə manat, 115 manata belə. Elə eyni ilə bu idi, amma buraları bizdə qara rəngdir, yəni. Belə, burada yataq otağıdır, burasını göstərməyəcəm. Elə bir yataq otağını bölüblər iki yerə, uşaq otağı və yataq otağı eləyiblər. Nəysə belə, mən xoşuma gəlir bu düzənbədə. Balacadır, düzdür. Balaca deyil, bu sevdim, qayət də yaxşıdır. Belə. Deməli artıq gəldi. Bu 5. Kəsən biz partini çalma öyle. Narahat olma, biraz var mı satacağım yolmanı, narahat olma. Rahatlığa göre. Bunun oxada o nə lazım? Mahnı könlümə düşdü. Hansı? Xumar Qədimova ayrılıq. Hey Siri. Alo. Kumar Qədimova ayrılıq qoş. Xumar Qədimova ayrılıq. YouTube'da. Evdə ayrılıq, YouTube'da ayrılıq üçün bunu buldum. Bu nasıl bir cümlə? Get-gedə inkişaf Siz eləməkdən güclərin siri. day da şey olur. Günümüzün generate etdiyi ay dövründə belə bir poisk nəticəsi xoş deyil.